Salam əzizlərim, mən gəldim və yeni vloglar. Bilirsiniz ki, mən Qazaxstana gedib gəlmişəm və 16 maydır çəkiliş edirəm. 16 may uçuşumuzdur, gecə vaxtıdır. Niyəsə bilmirəm, həmişə gecə reysi olur Aktav şəhərinə, çünki birbaşa reyslər yox idi və biz uçuruq Perisadka ilə. Yəni Bakı, Aktav, Aktavdan da sonra biz Aktobe şəhərinə uçuruq. Yəni valideynlərim olan yerə. Uçuruq biz əmimlə və birazdan sonra registrasiya başlayacaq və samolyota minik. Bagajlarımızı hamısını vermişik, tapşırmışıq və gözləyib otururuq. Biraz da çəkiliş etdim sizin üçün ki, bəlkə sizin üçün də maraqlı olar. Kimsə bəlkə də olubdur, kimsə olmayıb. Bu ikinci terminaldır. Çünki birinci terminalda var orada. İkinci terminalda Naxçıvana, Qazaxstana uçan reyslər. İkinci terminalda, ona görə də biz buradayıq. Burada da biz уже koridorla keçirik samolyota. Minik başlayıb və keçək samolyotun içinə. Biraz da pəncərədən sizə çəkiliş elədim. Gecə vaxtı çox gözəl görünür. Həqiqətən də bizim aeroport çox gözəldir, həm böyükdür və burada уже təlimat zad verilir. Özümüzü necə hər bir situasiyada özümüzü aparmalıyıq da, yəni aparmalıyıq. Təhlükəsizlik deməli təlimatları verilir burada. Yəni çox yüksək səviyyədə, çox gözəl, yəni uçuş da deməli 35 dəqiqə, yəni Xəzər dənizinin üzərindən bilirsiniz uçur. Bakı, Aktav. Yəni Xəzər dənizinin o tərəfi də Qazaxstanda bilirsiniz və 35 dəqiqəyə yəni uçuş oldu. Çox mükəmməl, yəni çox gözəl keçdi uçuşumuz. Yəni pilotlar çox, yəni belə deyək də usta, həqiqətən də ustadılar, çox gözəl. Yəni necə qalxdıq, necə də indik, yəni bilinmədi də bax bu şəkildə, çox tez. Yəni əvvəlcə də biz uçanda 45 dəqiqəyə uçurdu, indi maşallah 35 dəqiqəyə çatdıq. Biraz da sizə çəkiliş şəkildə elədim və Bakının üzərində də samolyot qalxanda sizin üçün çəkdim. Yəni Bakı möhtəşəmdir də, gecə vaxtı gözəl görüntü var. Və axırda da sizin üçün çəkirəm. Deməli, uşa Aktava çatanda biz də oradan deməli uşa enişdi və oradan da çəkdim sizin üçün ki, maraqlı olsun. Aktav şəhərində inşallah çəkiliş etmişəm. Oteldə qalmışıq, çünki orada düz axşama kimi gecə vaxtı çatdıq Aktav şəhərinə və biz deməli demək olar ki, bir ardasa 12 saat, 13 saat gözləməli idik ki, Aktavdan Aktyubenska uçmaq üçün. Ona görə də qastinitsada yəni qalmışıq. Orada da çəkiliş etmişəm sizin üçün. İnşallah onlarda paylaşaram. Biz Aktav şəhərindəyik.